Hər vaxtınız xeyir olsun. Yenə də çıxışa doğru müzakirədəyik. Biz bayram münasibəti ilə təşkil olunan müzakirələrimizdə milli mənəvi və dini dəyərlərimizə daha çox üstünlük veririk. Bunlardan söhbət açırıq. Çünki bunlar ailədə, xüsusilə də ailə daxili münasibətlərdə çox vacibdir. Bayram nədir? Bayram ünsiyyət qurmaqdır, bayramlaşma bir mədəniyyətdir və vərdiş halına keçdikcə yeni dəyərləri ailələrimizə aşılayır. Biz yenə də ailə daxili münasibətlərdə ən vacib olan amillərdən biri, ünsiyyətdən danışacağıq. Yaşından asılı olmayaraq insanlar arasında ünsiyyət var, çünki bu bioloji bir ehtiyacdır. Və ünsiyyət qurduqca digər vərdişlər, əxlaqımıza, soy kökümüzə, milli mənəvi dəyərlərimizə yaraşmayan hər hansı bir vərdişləri sıradan çıxara bilirikmi? Bugün bax bu aspektdə müzakirə açacağıq. Dəvət etdiyimiz ekspertlərimiz artıq mənimlə bərabər studiyadadır. İlahiyyatçı Hacı Şahin Həsənli, ailə və uşaq psixoloqu Ruhiyyə Rüstəmova, sosioloq Üzeyir Şəfiyev və Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmailov mənimlə olacaq. Hər birinizi salamlayıram, xoş gəlmişsiniz, bayramınız mübarək olsun. Ümumiyyətlə, belə bir dinin özündə də, Şahin müəllim, belə bir amil var. Salamlaşmaq salam almadan daha vacibdir. Salam verməyin savabı daha çox olar, nəinki salam. Nəysə, salamlaşan insanların sayı azalır getdikcə. Siz necə düşünürsünüz? Ünsiyyət qurmaq, xüsusilə də müxtəlif yaş kateqoriyalarına aid olsa, ailədə nə dərəcədə qoruyub saxlaya bilirik? Çünki sosiallaşdıqca həm də biz elektronlaşırıq, rəqəmsallaşırıq, insanların ünsiyyəti azalır. Amma ailədə bunları ən çox qoruyub saxlamaq üçün daha çox nələrə üstünlük verməliyik? Bax, buna istəyirəm nəzər salaq. Çox sağ olun, minnətdaram. Həm mövzuya görə, həm bu bayram günü bizi də dəvət etdiyinizə görə bu xüsusi bir yanaşma tələb edən mövzudur. Qeyd etdiyiniz kimi dinimizdə ünsiyyət olduqca təkid edilən əməllərdən biridir. Hətta salamdan başlayaraq salam verənin savabı qeyd etdiyiniz kimi salam alandan daha çoxdur. Peyğəmbərimizin həyatına baxdıqda görürük ki, Peyğəmbər uşaqları belə salam verməyə də qabaqlayardı. Hətta az yaşlı uşaqların da salam verməsini gözləmirdi, özü qabaqlayırdı və bu bir örnəkdir. Fikir verirsinizsə, bayram günü, məsələn, Ramazan bayramı günü bayram namazı tövsiyə olunur. Bu, insanların bir-birlə bir araya gəlməsi, ünsiyyətlərinin möhkəmlənməsi, ictimai əlaqələrin möhkəmləndirilməsi baxımından önəmlidir. Fitrə zəkatının özü, insanların yoxsullara əl tutması, baş çəkməsi, bu çox önəmli məsələdir və bu qeyd etdiyiniz kimi ailədən başlamalıdır. Övladlarınıza ehtiram göstərin, Peyğəmbər buyurur. Övladlarınıza şəxsiyyət verin, onlarla sayğı ilə davranın. Hətta cəza vermək lazım olanda da sayğısız tərzdə bunu etməyin, hörmətsiz tərzdə etməyin. Çünki insanın şəxsiyyəti toxunulmazdır və şəxsiyyət vermək üçün də ata-ana valideynlər uşaq yaşlarından artıq uşağın fikrini öyrənməli, onunla ünsiyyətdə olmalı. İstənilən bir məsələ müzakirə olunan zaman az yaşlı uşaqların da, övladlarının da bu müzakirədə iştirak etməsini təmin etməlidirlər. Yəni, uşaq uşaqlıqdan sayıldığını hiss etməlidir, təhqir olunmamalıdır və xüsusilə analar bu məsələdə xüsusi rol oynayır. Yəni, ananın, ümumiyyətlə, övladın dünya ilə, ətraf mühitlə ilk təması ana vasitəsilə həyata keçirilir və istənilən məsələləri, dəyərləri ona aşılamaq üçün ana müxtəlif vasitələrdən istifadə etməlidir. Yəni, gecə-gündüz mən düşünürəm ki, anaların nəzərində əlbəttə indi işləyir, hansısa bir ictimai işdə də çalışa bilər. Amma qadınlar xüsusilə, mən bu kişiləri məsuliyyətdən uzaqlaşdırmaq niyyəti ilə bunu demirəm. Amma bu, ümumiyyətlə, faktdır ki, qadınların, övladların şəxsiyyətinin formalaşmasında təsiri daha çoxdur. Oyunlar vasitəsilə, ən müxtəlif vasitələrlə övladın şəxsiyyətinin formalaşmasına diqqət etməlidirlər, önəm verməlidirlər. Təəssüflər olsun ki, bizim ailələrdə bəzən övlad dinlənilmir. Çox sual verəndə uşaq onun üstünə qışqıran valideynlər də görürük. Yəni, danışmaq haqqı verilmir. Bu, təəssüflər olsun ki, bəzi ailələrimizdə bizim belə bir məsələlər var və dahi bir alimin sözünü xatırlayıram. Deyim, mən belə alim olmağımın səbəblərindən biri budur ki, az yaşlarımdan mən nəsə demək istəyəndə atam deyirdi, sakit olun,
filan kəs danışır, mənim adımı çəkirdi. Yəni mən həmişə hiss edirdim ki, mən atamın yanında, böyüklərin yanında dəyərliyəm və şəxsiyyət formalaşırdı məndə. Güclü şəxsiyyətlər ailədə hörmət görən insanlardır və onların fikri mütləq dinlənilməlidir. Bu həm bizim dinimizin ənənəsidir, həm ümumiyyətlə Azərbaycanda ailə bağları tarixən möhkəm olub. Dinimizdə də bu ciddi tövsiyə olunur ki, bir-birinizlə ünsiyyətdə olun, bir-birinizlə təmasları kəsməyin. Hətta qohumlar arası insanlar əlaqəni kəsdikdə ömürləri belə qısalır. Hədislərdə qeyd olunur ki, kim yaxın qohumlarını ziyarət edərsə ömrü uzanar. Əgər soyuqluq edərsə ömrü qısalır. Valideynlərə qarşı, yəni insan valideynlərinə baş çəkməzsə onun ömrü qısalır. Xüsusilə də indiki dövrdə qeyd etdiyiniz kimi sosial şəbəkələrin geniş yayıldığı bir zamanda ünsiyyət zəifləyir, insanlar daha çox virtual əlaqələrə üstünlük verir. Belə bir zamanda bu ənənələrin aradan getməsinə imkan verməməliyik və bu baxımdan bizim dinimiz də bu münasibətlərin tənzimlənməsində düşünürəm ki, mühüm rol oynaya bilər. Ümumiyyətlə Azərbaycan ailəsinin təməlinə diqqət yetirsək, ən yaxşı nə varsa İslami dəyərlərdir. Hətta Azərbaycan ailəsini formalaşdıran belə, Hacı, yəqin ki, razılaşarsınız, İslami dəyərlərdir. Amma bir məsələ var, biz uşaqlarımızı, bilmirəm nədəndir belə, məscidlərdən, dini kökə bağlı olan hadisələrdə bir qədər uzaq tutmuşuq. Və çalışmışıq ki, bax, niyə bizim, məsələn, qonşu ölkələrin əgər etnik, dini başqa mənsubiyyəti olan insanlarına diqqət yetirsək, Bibliyadan olan gözəl uşaq kitabları var. Yəni, oradan çıxarışlar, xüsusilə hədislərin uşaqlar üçün anlaşıqlı bir formada təqdimatı, şəkilləri ilə bərabər bizdə uşaqlar üçün dini kitabların olmaması, ən azından uşaqların qavraya biləcəyi, onların başa düşəcəyi, anlayışlı şəkildə onlar üçün maraqlı ola biləcəyi bir formada kitablarımız, broşürlərimiz, deyək ki, audio-vizual formada hər hansı bir məhsulumuz yoxdur. Bax, bunları ərsəyə gətirsək, necə düşünürsünüz? Dəyərlərimizdən mənə elə gəlir ki, uzaq salmağa imkan verməyəcək. Çünki hər nə varsa İslami dəyərlərdədir. Azərbaycan ailəsinin kökünü formalaşdıran. Bəlkə bu istiqamətdə işlər görülsə daha yaxşı olar. Tədris ocaqlarında belə bu kitabların paylanması, heç olmasa az bir saatda da olsa dərs formasında bunların keçilməsi yaxşı effekt verə bilər. Bəli, haqlısınız. Yəni, əvvəla mən bunu da qeyd edeyim ki, ümumiyyətlə dinimizin, belə demək mümkünsə, bir tərbiyə konsepsiyası var. Yəni, ilk 7 ildə uşaqlar tam azad mühitdə böyüməlidir. İlk 7 ildə uşağa olmaz deməyin, qadağa tətbiq etməyin. Dinimiz belə tövsiyə edir və o azad şəxsiyyət kimi formalaşır. Şəxsiyyətin də təməli qoyulan zaman uşaq tam azad, sərbəst bir mühitdə və məhəbbət əhatəsində böyüməlidir. Növbəti 7 il, 7 yaşdan 14 yaşa qədər qeyd olunur ki, uşaqlarınıza ədəb öyrədin. Ədəb deyildikdə nə nəzərdə tutulur? Yəni, ürəyin istədiyi kimi rəftar etmə, lazım olan kimi et. Məsələn, dərsdən qayıtdığın zaman çantanı istədiyin yerə qoyma. Bu artıq, yaxud da məsələn, hətta dinimiz deyir, xəttinin də düzəlməsi, məhz 7 yaşdan 14 yaşa qədər gözəl xətt öyrədin ona, xətlə yazma. Bunlar nə çatdırır? Yəni, özünə yox deməyi uşaq bacarmalıdır. Artıq 7 yaşdan sonra öz istəkləri ilə mübarizə başlamalı ki, gələcəkdə bu güclü şəxsiyyət kimi formalaşa bilsin. Qeyd etdiyimiz psixologumuz da dediyi kimi, onu hər cəhətdən təmin etməklə valideynlər hesab edir ki, uşağa yaxşılıq edir, amma bu ən böyük xəyanətdir, mən düşünürəm ki, övladlara qarşı. Övlada yox deməyi, sevgi ilə yox deməyi bacarmaq lazımdır. Yox deyəndə, yəni onu istədiyinin səhv olduğunu dolayı yollarla ona çatdırmağı bacarmalıyıq. Eyni zamanda qeyd etdiyiniz kimi dinimizin bu məsələlərdə rolu olduqca mühümdür, önəmlidir. Bəli, İslam dini bizim ailələrin, ailə daxili münasibətlərin bir mühərriki rolunu oynayıb tarixən, nüvəsini təşkil edib və bugün də hal-hazırda da bizdə o müsbət olan o dəyərlər, ənənələr qalır. Amma bir sıra məsələlər də var ki, biz onu dini qayda kimi, dini hökm kimi qəbul etmiş, halbuki onun dinlə əlaqəsi yoxdur. Məsələn, İslam dinində ataya ədəb göstər deyilir, amma eyni zamanda ata bir əzazil şəkildə gəlsin və heç kəs evdə nəfəs almasın ki, ata evə gəlib. Bunu bəzən dinimizlə əlaqələndirilir, bu dinlə heç bir əlaqəsi yoxdur. Dinimiz deyir ki, ata evə daxil olduğu zaman əlində mütləq hər gün imkanı olsa
nə qədər də gücü çatsa hədiyyə ilə gəlməlidir. Birinci qız uşaqlarına tərəf getməlidir, onları qucağına götürməlidir, onları əzizləməlidir və hədiyyəni ona təqdim etməlidir. Sonra oğlan, hədiyyə dilində məsələn nəsə bir şirniyyat da ola bilər, söhbət bahalı hədiyyədən getmir. Yəni diqqətli görsün valideynlər. Fikir verirsə, atadan daha çox mərhəmət tələb edir dinimiz. Yəni, övladlara qarşı ədalətli sayğı ilə yanaşın, amma eyni zamanda qızları daha çox əzizləyin. Çünki qızın atanın sevgisinə daha çox ehtiyacı var. Oğlan daha çox anadan o sevgiyə ehtiyaclıdır. Yəni, bunu biz amma belə təsəvvür edirik ki, dinimizdə güya, misal üçün, atanın haqqı deyildikdə, ata bir qədər belə deyil, atanın bir kultu olmalıdır ailədə, ata pərdə deyildikdə, yəni, o nəzərdə tutulmur ki, övlad sərbəst şəkildə fikrini atasına deyə bilməsin, anasına deyə bilməsin. Bu pərdə anlayışı da bəzən səhv belə düşünürəm ki, səhv qəbul edilir, səhv tərif edilir. Əlbəttə, pərdə olmalıdır, insanlar arası münasibətdə bir müəyyən bariyerlər olmalıdır. Bu daxili mədəniyyətdən gəlməlidir. Amma hansısa çəkinmək, ata ilə ünsiyyətdən qaçmaq, ata özü buna şərait yaratmalıdır ki, övladlar onunla sərbəst olsun. Amma eyni zamanda ana da çalışmalıdır, atanın hörməti ailədə qorunsun. Bayaq psixologumuz da dediyi kimi, Mehman müəllim də bu qərb mədəniyyəti ilə bağlı vurğulandı. Bilirsiniz, həddindən artıq fərdiyyətçilik, individualizm, insanların o, belə deyək də, ictimai münasibətlərə yox, daha çox öz fərdi maraqlarına önəm verməsi, hətta belə deyək, dünyada bugün liberalizmin böhranına gətirib çıxarır. Mehman müəllim qeyd elədiyi kimi, demografik problemlər yaranır. Artıq bilirsiniz, ailə deyildikdə insanlar orada düşünür ki, mən niyə ömrümü kiməsə sərf etməliyəm, övlad tərbiyəsinə sərf etməliyəm, mən bir dəfə mənə verilən ömrü rahat şəkildə yaşaya bilərəm. Və ümumiyyətlə düşünürəm ki, ailələr tələb üzərində qurulmamalıdır. Ailə haqqı uğrunda mübarizə meydanı deyil. Məncə bir qədər güzəşt mühit olmalıdır. Ailədə daha çox güzəşt etməyə hər iki tərəf, kişi də, qadın da haqqını tələb etmək yox. İndi mən məsələn bir ananı gördüm, qızına nəsihət edirdi, evlənməmişdən öncə nişan idi, mən də orada iştirak edirdim. Dedi ki, haqqının yeyilməsinə imkan vermə. Oğlan tərəfi də əyləşib. Mən düşündüm ki, bu uyğun bir nəsihət deyil. Sanki döyüşə göndərir övladını və deyir ki, haqqının yeyilməsinə. Əslində mən düşünürəm ki, qadın da, kişi də ailədə öz haqqını fəda etməlidir. Misal üçün, dinimiz deyir ki, mömin kişinin xüsusiyyətlərindən biri budur ki, öz istədiyi yemək yox, ailəsinin istədiyi yeməkdən istifadə etsin. Yəni, ailə diktə eləməsin ki, mən bunu yeyəcəm, mütləq bu bişirilməlidir. Yəni, burada qarşılıqlı güzəşt olmalıdır və övladlar da bunu görməlidir. Eyni zamanda da son olaraq bunu deyim, sualınıza cavab olaraq, bəli, bizim dini dəyərlərimiz də övladlarımıza düzgün şəkildə çatdırılmayıb. Bir qədər köhnəlmiş üsullarla təbliğ etmişik, çatdırmağa çalışmışıq, nəyisə diktə eləməyə çalışmışıq. Amma qeyd etdiyiniz kimi, uşağın anlayacağı dildə Quran qissələri, peyğəmbərlərin hekayələrini hazırlamaq olar, maraqlı üslubda bunu hazırlamaq olar, illüstrasiyalarla hazırlamaq olar. Bunlar, bəli, bu sahədə mən hesab edirəm ki, biz lazımi səviyyədə iş görmürük və ona görə də hətta bəzən fərqli dinlərin də təsirinə düşür övladlarımız bəzən. Çünki onlar bu sahədə, əlbəttə Azərbaycanda müxtəlif din təmsilçiləri yaşayır, amma bəzən missionerlik olur ki, hansısa bir missioner düşüncədə olan insanlar mədəniyyətimizi bu boşluqlardan bəli istifadə etməyə çalışır. Mən hesab edirəm ki, bəli, uşaqlara bütün bu dəyərləri onların anlayacağı dildə çatdırmaq üçün nəsə düşünmək lazımdır və bu əksinə gələcəkdə dini fanatizmin də qarşısını alır. Bilirsiniz, ailələrdə əgər düzgün dini tərbiyədə verilərsə, yad təsirlərin, radikal cərəyanların təsirindən də sığortalana bilir. Çünki artıq onun ilkin bir tanışlığı olur, din haqqında təsəvvür olur və əgər bu təsəvvür olmadıqda mən görürəm də hansısa bir cərəyanlardır, kontekstdən ayələri çıxardır, hədisləri çıxardır və qəribə bir becəriləşdirilmiş bir dırnaqarası din formalaşdırır və gənclərimizi də bəzən təsirə salır. Ümumiyyətlə, din faktoru çox önəmli faktordur, həm də dindən sui-istifadə halları dünyada çox ciddidir. Ona görə də din artıq hətta ateistlər üçün də bir aktual mövzuya çevrilib. Çünki dindən sui-istifadə, manipulyasiya halları daha çox alır. Ona görə də bütün bunlardan qorunmaq üçün biz dinimizi uşaqlara onların anlayacağı tərzdə
izah etməyə çalışmalıyıq və bu barədə də mən düşünürəm ki, məktəblərdə də hansısa bir şəkildə ümumiyyətlə ümumi dinlər haqqında məlumat verilə bilər. Dərsdən kənar da bunu etmək olar. Təbii ki, bizim təhsilimizin dünyəvi xarakteri ilə bir ziddiyyət təşkil eləməyəcək. Burada dinin hansısa şəkildə təbliği yox, dinlə tanışlıq nəzərdə tutula bilər. Bir çox ölkələrdə həyat bu praktika var. kimi. Bəli. Əgər biz ilahi tədrisdən söhbət getdisə, ölkəmizdə İlahiyyat Universitetində təhsil alan tələbələrin də şahidi olmuşuq. Bizim proqramımızda qonaq da olublar. Orada tədris olunan dini elm haqqında təsəvvürümüz kifayət qədər geniş oldu və biz doğrudan da indi Azərbaycanda dini aspektdə, yəni təhsil alan gənclərimizin gələcəkdə nə qədər böyük bir potensiala malik olduğunu müşahidə etmişik. Amma yaxşı olardı ki, yenə də kiçik yaşlarından hətta İslami dəyərləri öyrənən hər hansı bir kiçik yaşlının dünyəvi dinlərə bir marağı artacaq, hörməti artacaq, ehtiramı artacaq, anlayışı olacaq bu haqda.